Azərbaycanın uzun müddətdir bağlı qalan quru sərhədləri ilə bağlı yeni və diqqət çəkən məlumat yayılıb. İddiaya görə, Bakı və Tehran arasında sərnişin daşımalarının bərpası artıq müzakirə mərhələsinə keçib. İranın Mədəni İrs, Turizm və Əl İşləri naziri Rıza Salehi Əmiri Ərdəbil bölgəsindən olan deputatlarla görüşündə iki ölkə arasında sərhəd keçidlərinin açılması imkanlarının nəzərdən keçirildiyini açıqlayıb. Məlumatlara əsasən, tərəflər ziyarət səfərləri, turizm axını və ailəvi gediş-gəlişlərin bərpasını hədəfləyir. Bildirilir ki, texniki prosedurlar, təhlükəsizlik və logistika məsələləri qiymətləndirilir. Ekspertlər hesab edir ki, qərar qəbul edilərsə, illərdir bağlı qalan quru sərhədlərin ilk olaraq məhz İran istiqamətində mərhələli şəkildə açılması mümkündür. Qeyd edək ki, Azərbaycan 2020-ci ilin martında pandemiya səbəbilə quru sərhədlərini bağlayıb. Hava əlaqələri bərpa olunsa da, sərnişinlərin quru keçidləri hələ də açılmayıb və bu məsələ cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biri olaraq qalır. Nəticə, hələlik rəsmi qərar yoxdur, lakin aparılan müzakirələr göstərir ki, quru sərhədlərin açılması real gündəliyə çevrilib və ilk istiqamət kimi İran variantı ön plana çıxır.